Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Ev arxadadır. Cənnət məkana gəldik. Mənim ən sevimli hara? Bilgəh. Gəldik, çıxdıq mənim ən sevimli nöqtəmə Bilgəhə. Bilgəhdə nə az, nə çox. 20 sotun içində şəxsi tikili, 2 mərtəbəli bağ evimi çıxıb satdığa Bilgəhin ən gözəl yerlərindən birindədir. Burada gəlirsən, yəni cənnət məkanında buna bax. Birazdan indi burada gün çıxacaq, orada qoyursan çay, samavarı. Nə bilim vallah, nə deyim. Kim alsa Allah xeyir versin. İndi mən sizə giriş qapısını göstərəcəm. Ev düz ortada tikilib. Şəxsi tikilidir. Deməli belə, bura giriş qapımızdır. Burada solda, bu solda gördüyünüz, deməli əlavə 100 kvadrat metrdir. Axram mühafizəçi otağıdır və bütün şəraiti var da, mətbəxi, qonaq otağı, yataq otağı, bütün kommunallar mövcuddur, internetindən tutmuş. Belə də orada da su anbarı var. Evin sağ tərəfində də su anbarı var. Bu hissəni də çək görsənət, ən elit küçələrindən birindədir. Sənəd tam mülkiyyətdir, torpağın da evində sənədi var. Gedək. Ərazidəki tam yaşayış, hamısı villalardır. Bir də külək aşırdı şam ağacını. Bax, orada qarajı da var. Avtomobil saxlamaq üçün. Yaxınlaşdır göstərir ha. Gəl. Burada belə deyək də, yaydan bir də nəzərinizə çatdırmaq istəyirəm ki, bağ sahibi buranın yayda bir ayını 5000 manata kirayə verir. Yəni alıb kimsə pul yatırımı kimi, no problem. Problemsiz, evin içində mebel zat hər şeyi var. 2 mərtəbədir. Burada belə bir veranda kimi, burada stol qoyub dincələ bilərsiniz. Kim alsa Allah xeyir versin. Qiymətini aşağıdan qeyd eləyəcəm. Deməli, giriş hissəsidir. Yenə baxaq, qonaq otağına. Evimizin qonaq otağıdır, kifayət qədər geniş, 230 kvadrat metrdir. Mətbəxi buradadır. Burada yerləşir evimizin mətbəxi. Mətbəxdən də yəni çölə, bisetka tərəfə, gəl bura bir dənə çəkək buranı göstərək. Gəl. Bax, bura baseyndir. Baseyn uzun olubdur. Düz o bisetkanın axırına kimi. Ev sahibi bu baseyni elə bir ki, yarısını bağlayıbdır. Buranı eləyib su anbarı və bisetka üstünü bağlayıb. Manqalı da oradadır. İstəsəz təzdən həmən qaydada buranı söküb eləyib. Deyir ki, neynirəm o boyda hovuzu. Ehtiyac yoxdur. Gəl. Gəl. Keç. Deməli, mətbəxlə qonaq otağını sizə çəkdim, göstərdim. Döşəməsi taxta poldur. Hər bir şəraiti var. Birinci mərtəbədə mətbəx, qonaq otağı, sanuzil. İkinci mərtəbədə də sanuzil var. Baxın, 2 hissədən ibarətdir. Çamaşırxana o tərəfdə də. Bura deməli, birinci mərtəbədə belə də qonaq otağı kimi, yataq otağı kimi oturub televizora baxmaq üçün belə bir otaqdır. Getdik, qalxaq ikinci mərtəbəyə. Buyur, keç. Yataq otaqlarını bir yerdə sayacağıq. Sol sağ tərəfdən. Başlayaq sol tərəfdən. Gəl. Belə bir geniş, görün nə buydu, vannası da var. Sanuzildir. Bura bir yataq otağıdır. Buradan da balkonu var. Balkonu var. Bu ikinci yataq otağıdır. Bu otağın da balkonu var, çıxışı var yəni balkona. Gəl bir dənə balkonunu çək, gəl. Əraziyə baxın da, görün. Tam prestij küçədədir ya. Gəl.
Deməli ki, yataq otağını bu tərəfdə saydıq, sanuzyolunu. Keçək burada baxaq. Bu da 3-cü yataq otağı. Burada da 2 dənə balkonu var. Biri bura düşür, biri də evin böyük hissəsinə düşür. Evimizin isitmə sistemi kombidir. Burada da otağında sanuzyol, duş kabinlə var idi. Burada da balkon, sağda da solda da. Qiyməti aşağıdan qeyd edəcəm. Zəng eləyin, gəlin, baxın, kim alsa Allah xeyir versin. Bu günə bu qədər, sağ olun, minnətdarım.